Coğrafi təhlilində baxacağımız növbəti ərazi sahəsinə görə Azərbaycanın ən böyük inzibati rayonu olan Qubadır. Quba 7 rayonla sərhəddə yerləşir. Rayonun relyefi həm dağətəyi düzənliklər, həm də yüksək dağlıq sahələrdən ibarətdir. Şimal-şərqində Qusar maili düzənliyi və Samurdəvə çobalığı, cənub-qərb sərhəddə isə Baş Qafqaz silsiləsinin hündür zirvələrindən keçir. Səhralaşmanın minimum olduğu Quba rayonu həm mülayim, həm soyuq, həm də dağ tundra iqlimlərinə malik unikal ərazilərdən biridir. Rayonun çay şəbəkəsi sıxdır və buradan axan çaylar Xəzər dəniz hövzəsinə aiddir. Yağıntılar əsasən payız aylarında düşür. 171 min əhalisi olan Quba etnik müxtəlifliklə seçilir. Ləzgilər, tatlar, buduq və xınalıqlar kimi qruplar rayonun mədəni və sosial həyatına zənginlik qatır. Adam başına düşən ümumdaxili məhsulu 3808 manatla normal hesab olunur. Quba Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Burada meyvəçilik, kartofçuluq, qoz, fındıq, badam kimi qərzəkli meyvəçilik güclü inkişaf etmişdir. Xaltan, xaşı, cimik kimi mineral bulaqlar, həmçinin əhəngdaşı və mərmər kimi tikinti materialları Quba rayonunun daxili sərvətləri hesab olunur. Daxil olduğu iqtisadi rayonda kənd təsərrüfatı və mədəniyyəti ilə seçilən Quba Azərbaycanın ən önəmli turizm mərkəzlərindən biridir.